Bir gün cavan oğlan gəzintiyə çıxır. Xeyli gəzib yorulduqdan sonra çəmənlikdə oturmaq qərarına gəlir. Oturduğu yerdən biraz aralıda ota yapışmış qoza onun diqqətini çəkir. Qoza yavaşca tərpənirdi. Oğlan qozanın içindəkinin kəpənək olduğunu düşündü. Belə fürsət bir daha ələ düşməzdi. Cavan oğlan həyatında ilk dəfə kəpənəyin qozadan çıxmasını izləyəcək, onun ilk uçuşunu görəcəkdi. Kəpənək dayanmadan cəhd edir, çölə çıxmaq üçün çalışırdı. Dəqiqələr dəqiqələri qovur, saatlar keçirdi. Amma kəpənək qozanın balaca dəliyindən çölə çıxa bilmirdi. Qızmar bir yay günü idi. Axırda kəpənək hərəkətsiz dayandı. Cavan oğlan düşündü ki, kəpənək artıq çox yorulub. Sanki çölə çıxmaq üçün əlindən gələn hər şeyi edib və edə biləcəyi heç nə qalmayıb. Buna görə də o çölə çıxmaq sevdasından əl çəkib. Cavan oğlan kəpənəyin çarəsiz olduğunu düşündüyü üçün ona kömək etmək qərarına gəlir. O cibindən balaca bıçağı çıxararaq qozanın üstündəki dəliyi cərrah dəqiqliyi ilə böyüdür. Cəmi bir dəqiqə sonra kəpənək çölə çıxır. Oğlan kəpənəyin qanadlanmasını, havada dövrə vurmasını, uçub getməsini gözləyir. Amma bunların heç biri baş vermir. Kəpənəyin bədəni quru və balaca, qanadları isə büzüşmüş formada qalır. Oğlan xoş niyyətinə və xeyirxahlığına rəğmən bir şeyi anlamır. Kəpənəyin möhkəmlənməsi, qanadlarının formalaşması üçün zamana ehtiyac var idi. Bu zaman ərzində qozanın içindəki su tamam çəkiləcək, qanadlar açılacaq və kəpənəyi uçura biləcəkdi. Bu hadisə bizə də əsl dərs olmalıdır. Bəzən insan da rahat və qısa yoldan ucalmağa çalışar, amma unudar ki, əziyyətsiz irəliləyərsə, hansısa bir tərəfdən axsaq qalar və heç vaxt uça bilməz.